Salam əziz bağ həvəskarları, necəsiz? Səhifəmdə arada bir sizin üçün paylaşıram. Göy, soğan, petruşka, spanaq kimi şeylər üçün çiləməmiz var. Hal-hazırda da var. Öz təsərrüfatımızda bunu etmişik. Hər bir tərəfinə gördüyünüz kimi panikin biri 10 metrdir. 10 metri tərtəmiz vurur. Düzgün qaydada quraşdırmaq lazımdır. Sadəcə gördüyünüz kimi 60-dan 40-lığa olan montajımızdır. Bu qayda eləmişik. Sağda da 35 ton verən su motorumuzdan hal-hazırda bir panik sürüyoruz. Çox adam bunu 2 panik, 3 panik qoşur. Onda əlbəttə ki çatdırmayacaq. Amma bu qayda bir panik qoşsanız hər bir tərəfi rahatlıqla sülüyə bilir. Özünüz də baxın, hər bir tərəfi qaraldır. Hələ qıraq tərəfə də vurur. Hal-hazırda tərtəmizə görsənir qıraqdan. Bu qayda siləmələrimiz mövcuddur. Kimə də lazım olsa profildə əlaqə nömrəm var. Bizdən əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə də çox sağ olun. Bəyənib takip atmağı da unutmayın. Gözəlliyinə baxın, şəlalədir əbir.